E, ikinci cəhdin rekordu yoxdur çünki ona görə. Hə, düşünün. Bütün sənədlər seçdikdən sonra aşağıdakılardan hansı mətnin formatlaşdırılmasını bütünlüklə ləğv etmir? Formatlaşdırma bilirsiniz də nədir? Sadəcə görünüşün ləğv edilir. Yəni mətn özü yerində qalacaq. Amma onun üzərinə verdiyim rəngdir. Tutaq ki, böyük bir mətn yazmışıq, amma qırmızı rəngə çevirmişik. Qırmızı rəngi ləğv etmək üçün istifadə edirik. İndi baxaq görək deyir bu hardadır. Deyir ki, Homlet tabında mətnin formatlaşdırılmasını ləğv edirik. K təmirin klikləməklə, sonra boş sahədə kontekst menyuda görün nəyə deyir daxil? Yalnız mətni saxla əmrini klikləməklə. Deməli, K təmirin eləyir, ancaq nəyi saxlayır? Paste elədiyi zaman. Ancaq mətni. Ona bunu götürə bilərəm. Deməli, sonra K təmirin icra olunur, Ctrl-V-ni basır, xüsusi əlavə etmə. Ctrl-V-ni bastığımız zaman nə baş verir? Olduğu kimi də yapışdıracaq. Bir problem yoxdur. Yəni orada formatlaşdırma da yapışdırılır. ESC düyməsini basmaqla, ESC ümumiyyətlə proqramdan çıxmaq üçün istifadə olunur. Getdi. Ctrl-X-i basıb, sonra Ctrl-V. Xüsusi əlavə etmə dialoq pəncərəsindən formatlaşdırılmamış tekst əmrini seçib ox düyməsini basmaqla. Bundan istifadə olunur, yoxsa yox? Homelink tabında cut əmrin istifadə etməklə, sonra boş sahədə nəyi əlavə edirik? Əlavə etmə seçimlərindən Keep Source Formatting. Burada nə edir? Mənbə formatını saxla düyməsini kilitləməklə. Bu aiddir, yoxsa aid deyil? Burada zaten deyir ki, mənbə formatı nə deyir? Saxla deyir. Amma burada deyir ki, formatlaşdırılmamış nəyi? Mətni seç. Deməli, cavab nə olacaq? 104. Bizə də lazım idi formatlaşdırılmamış mətn. Deyir ki, neçə megabaytdır? Bitdən megabayta keçəndə nəyə bölürdük? 223-ə bölürdük. Qalır nə qədər? 201, yəni 2 megabayt. Kabel interfeys vasitəsilə birləşdirilir. Kabellər nə vasitəsilə birləşdirilir? Haradadır bu? Şəbəkə adaptörü. Xarici yaddaş qurğusudur. HDD kompüterin daxilində yerləşsə də, amma xarici yaddaş qurğusudur. Periferiya qurğuları ilə əməliyyat sistemi arasında qarşılıqlı əlaqələnir. Driver. Periferiya qurğusu xarici qurğudur. Onunla kompüter arasında əlaqəni yaradır. S1-i S3-ə köçürür. S1-də yazılan budur, millət. S1-dən S3-ə getdiyimə görə hərf dəyişmir. Amma rəqəm nə qədər artır? Onda A olduğu kimi qalacaq. Üstünə 2 gəndə oldu 3. Üstə gəlin. Bilirsiniz də şərt olduğu kimi qalır. A3 deyir böyükdürsə, B olduğu kimi qalır. Burada da 2-nin qabağında dollar olduğuna görə bu da olduğu kimi qalır. Deyir şərt doğrudursa nəyi yerinə yetir? A2, A olduğu kimi qalacaq. A4-ü yerinə yetirəcək. Səhvdirsə nəyi yerinə yetirəcək? B3-ü. Sonra da üzərinə nə gələcək? 2-ni gələcək. Məndən nəyi soruşurdu? C3 xanasına köçürüldükdən sonra C3 xanasının qiymətini axtarırdıq. Hə. A3-ün qiyməti nədir bizdə? 7. Üstə gəlinsin. Deyir, əgər bu şərt doğrudursa, A3-ün qiyməti nədir? 7. B neçədir bu? 2-dir. B3-ün qiyməti neçədir? 6. Şərt doğrudur? Doğrudur. Doğrusa nəyə götürəcəm? A4-ü. A4-ün qiyməti neçədir? 5. 7-nin üstünə nəyə gələcəm? 5-i. Birində nəyə gələcəm? Sərbəst operatorumuz var. 2-ni gələcəm. Neçə eləyədir? 14. Slayd obyektinə animasiya effektləri verilmişdir. Bu animasiyanın başlanması üçün aşağıdakılar. Da biz bu sualı 1000 dəfə görmüşük, elə bilirəm. İstifadə edilə bilməz soruşur. Kliklə əvvəlki ilə əvvəlki ilə sonra şey idi. Olurdu. Digərləri ola bilməz. Hansı olacaq? Fast, slow, medium. Cavab nə oldu? Təqdimatda proqramda hansı fikirlər doğrudur? Slaydda obyektinə verilmiş animasiyanı Homelink tabından silinir. Silə bilirik obyekt. Biz doğrunu axtarırıq, ha. Slaydın rəngini rəng sxemi insert tabından verilir. Slaydlara biz rəngi insertdə veririk. Təqdimatda arxa fona rəngi falan hamısı backgroundda verilir. Təqdimatda hər bir slayd müxtəlif aşağı sərlövhədə yerləşdirmək olur. Zaten biz sərlövhə kalem tutuldu. Aşağı və yuxarı zaten var, düzdür. Silinmiş slayd right günə düşür. Yox. Slaydın nömrəsi slideshowda nömrələmə hardadır? Insertdə. Bir də dizaynda var. Amma dizaynda deyir ki, hardası?
Seçilmiş. Ay, sağ ol. Seçilmiş. Tutaq ki, mənə desək ki, 5-dən, 3-dən, 2-dən başla orada. Neyman arxitekturasında hər bir kompüter hansı hissədən ibarətdir? Mərkəzi və periferiya. Yəni cavab nə olacaq? E variantı. Onluq say sisteminə yəqin gətirə bilirik də. 4, 1 vurulsun 2 üstü 4, üstə gəlsin 1 vurulsun 2 üstü 3, üstə gəlsin 1 vurulsun 2 üstü 1. Cavab nə olacaq? 16. Bu daha rahat. Birinci dərsdən belə izah edirəm. Orada film məsələn birdən başlayır. Hə. Sonra 1 3-ə qalıqla bölünür, yəni 1 qalıq 3. Sonra 3 6-ya qalıqsız bölünür 0. Sonra 6 13-ə qalıqsız 1 qalıqla bölünür 13. 13-dəki 26-ya qalıqsız bölünür. Səbəb imkan yox, ondan sonra Məsələn, biraz böyük rəqəmlər olanda, istədiyiniz bir dənə çoxlu atın geçsin, onu tapın deyirsiniz. Vaxtınız Tapa bilərsən. Hə. Ay bala, elə ondan sonra mən 2-nin qüvvətlərini yazsaram, fərq edər. Daha çox verməm. Bundan yox, 2-nin birbaşa qüvvətləri. Yəni aşağısı Ay, 2 üstü 0, 2 üstü 1, 2 üstü 2, 2 üstü 3. bəli, birbaşa ilə toplayaram. Verilmiş şəklə keçid etmək olar. Biz bura hardan keçid edəcəyik? Ay bala, Ayşə. Tapşırıq panelinin kontekstini sınasın. Bəli. Kontekst menü bilirsiniz də, tapşırıqlar paneli. Bəli. Bu hissədədir. Masum. Sağ düyməsi ilə. Nəysə. Bunlar nə üçün istifadə olunur? Ay millət. Qrafik faylların genişlənməsidir. Düzdür? Ümumi olaraq fayl genişlənməsidir. Qrafik fayllara aiddir və rasterdir. Bəli, JPG-dən istifadə olunur. 2, 4, 6, 7. Bu hardadır? Sırf bunu soruşur. Formatlaşdırmağı neynir bu? Silir. Hardadır bu? B variantı. İnternetdə deyir ki, hansıdır bu? Bizdə nə soruşur? Resursunda. Resursun ötürülməsi üçün istifadə protokol. Protokolda hansıdır? Bəli, protokol www nədir? İnternet xidmətidir. Sənətin görünüş rejimlərində istifadə olunur. Xəttliklə. Səhifə kənarında xəttkeş əks olmur. Tu olmayanlarda nə yoxdur? Xəttkeş görsənmir. 2 və 4-dür. Sonra T ilə bitənlərdə xəttkeş görsənir. Sonra burada deyir ki, əlimid əmirləridir. Nə soruşur? Hə. Düzləndirməni soruşur, düzdür? Şəqili. 5 niyə olsun? Ay bala, 4-dür. Budur da. Bax. Yazılar demişsiniz mən. Şagirdə belə deyil, düz. Belə deyil, yox. Elmayın qrupundakı hansı əmri şəqilidir? Şəqili bu deyil. Şagirdə söz Belədir. Hədə cavab C variantıdır da. Yox, 3 deyil. Budur da. B variantı, hədə. Hədə belədir də. Mən də bilirəm ki, hərfləri aparıb gəldim. Yox, düz. Şu anda sən deyil. Belələr bazası nədir? Müəyyən qaydalar təşkil olunur. A variantı, bəli. Təşkil olunur. Xarici yaddaşda saxlanılan verilənlər yığımıdır. Hara aiddir bu? Hasil etabına paragraf. Bunun biri də düşürdü. Hansı? Bu paragraf harada yerləşir? Bunda yerləşir. Digəri var idi. Haradaydı? Layıqda yerləşirdi. Ay millət, ay çax, bura baxın. Deyir ki, katalog ağacını bir səviyyə geri qaydaraq Sumqayıt alt kataloquna daxil olur. Bir dəqiqə, deyir ki, qovluqda iş görürdü. Sonra bir səviyyə geri qaydır haradır? Şəhərə. Şəhərdə Sumqayıtın içərisinə daxil olur. Sonra da həmin qovluqda foto adlanan bir fayl açılır. Və bu faylı silir, silinən faylı soruşur. Deməli, C, foto, şəhər, Sumqayıt, foto. Oldu? Hansıdır? D. Elektron hökumətin ASL. Əsas fəaliyyət prinsiplərinə aid deyil. Sakit. İmtahanda yaza bilmədiniz, bu sual düşdü. Səhv yazacaqsınız. Dinləməsiz. Mövcud qanuna vericilik tələbələrinə riayət edilməsi əsas prinsip yaxdır. Elektron hökumət bilirsiniz, bu MyGov-dan filan istifadə edirsiniz, oxumuşsunuz.
Sənədlərin kağız daşıyıcılarda saxlanılması aid deyil. Zaten bizdə aid olmayanı soruşur da, düzdür? 2. Sonra istifadəçilərə sənədlərin uzun müddət ərzində hazırlanıb təhvil verilməsi. Uzun müddət ərzində verilir, həmən verir də. Bəli. Sonra nə deyir bizə? Dövlət qurumlarında səlahiyyət və məsuliyyət bölgüsü var. Əmək haqqının vaxtında verilməsinin təmin edilməsi. Düzdür bu? Bu elektron hökumət bizə əmək haqqını Maliyyə Nazirliyi verir. Bu vermir ki. O nə oldu? 2, 3, 5. Nasıl 200 tabana cavab? Bəli. Bunu da bilirsiniz də hansıdır? İyerarxik, şəbəkə, obyekt yönlü. Şiro sözünü yanınızda demişdim, saxlayın. Şəbəkə, iyerarxik, heyriyyət, obyekt yönlü. Ay, toba yanınızda saxlayın. Deyir ki, fayl mübadilə yerinə düşməz. Biz dedik ki, klaviatura düymələrindən istifadə edəndə, bir də Homelin tabında indi yoxdur da, yollar yox. Copy to zat əmri var idi. Send to, dayıcı yollar yoxdur, neysə. Düşməz. Kat əmrini icra eləyəndə düşür. Sonra File Explorer pəncərəsini sürüklədiyimiz zaman düşmür. Ctrl V-ni basıramsa düşəcək də. Hə, yapışdırma. Ctrl C-ni basın. Bəli, düşmür. Copy əmrini icra etdikdə düşür. Context menüdə Send to əmrini icra etdikdə düşmür. Burada birbaşa yolluyor. Sonra bunu yazmışsınız millət. Səhv edən var bunu. Sana səhv edirəm. Çünki onu yazmaq istəmirəm. Səhv edən varsa izah edin. Ben de Nəysə, çıxa gedir də birinəndir. Buna baxın. Hadi səsə. Produkt hasil deməkdir. A1-dən başlayır. Hara? C3-ə. C3 burada bitir. Düzdür? C3. Ancaq produktu götürəcək. 2-ni götürəcək, 3-ü götürəcək, bir də nəyə götürəcək? 5-i götürəcək ədədlər. Sonra nöqtəli vergül bunları bir-birinə vuracaq. A5-i götürəcək. A5 nədir? 2. Bir də C5-i götürəcək. C5 nədir? 5. Bunları bir-birinə vuranda nə verəcək? 300. 300. Faktorial bərabər işarəsi yoxdur ki, onu hesablayasın. Kompüter resursların idarə edilməsi hara aiddir? Təbii ki, sistemə, düzdür? Müəyyən sinif məsələlərinin həllinə yollanırsa, bu tətbiqidir. Kompüterdə istifadəçinin konkret məsələsini həll edirsə, tətbiqidir. Müxtəlif proqram məhsullarını nəsə yaradırıqsa, instrumentaldır. Hərfləri görmürəm. Tətbiqi proqramlar üçün işləmə mühitini təmin edən də sistemdir. Oldu mu?